Və burada alimlərin gözəl bir sözü var ki, biz ələxüsus elə bir zamanda yaşırıq ki, günahkarlara günah eləmək daha da asanlaşıb. Və günahlar çeşidlənib və çoxalıb. Artıq günah insanların cibindədir. Onların ovucunun içindədir. Və artıq günahkarlara günah eləmək daha asandır. Hətta bunu dərsdə danışan Şeyx Abdurrazzaq, Abdülmuhsin el-Bədir, hafizahullah, bizim şeyximiz qəhərlənir və ağlayır. Deyir ki, bizim o fasiklərə əksinə yazığımız gəlməlidir. Onsuz da onlar günah bataqlığında uçuruma gedirlər. Və ələxüsus zamanda günahlar çoxalıb və asanlaşıb və insanlar yaxınlaşıb. Biz onlara kömək eləməli, necə Allah Nəbisi sallallahu aleyhi ve sellem həmin o günahkar bəndəyə kömək edən kimi. Məhər həmin bəndə də onlardan biri deyilmi? Gəldi dedi ki, mənə icazə ver, qoy zina eləyim. Eyni misal deyilmi? O dövrün gənci, bu da bu dövrün gənci. Düzdürmü? Və Allah Nəbisi sallallahu aleyhi ve sellemin üslubunu götürmək və gənclərə tövsiyə etmək və onları bütün günahlardan çəkindirmək lazımdır. Hədə və sallallahu aleyhi ve sellem alə nəbinə Muhammed və alə alihi və sahbə ecmain.